Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisine karşı Türkçe eski kitaplar programının 459. programın başlayırıq. Xeyirli olsun. Dünən o kitabçı oxurduq keçənki cələsədə. Məcmui Türki və İran Məclisi Şurayı Millisinin kitabxanasında idi. O kitabın ömrü tapılmadı. Çünki 3 yerdən bu kitabın səhifələri düşüb. Həm əvvəlindən düşübdü, həm axirindən düşübdü, həm də axirdən o 6 səhifə qalanda təzəşdən düşübdü. İhtimalən o axir səhifəki 6 səhifə ki axirdə var, o müqəddəmə ola bilər. Kitabın əvvəlində ola, gedib kitabın axirinə yapışıbdı. Ola bilər belə bir iş olsun, amma ola da bilər ki, belə olmasın. Sadəcə fərqli bir yazı olsun. Amma kitabın üst-üstə ömrünü tapdıq. Üst-üstə yazılan dolayı belə oldu ki, xududən 1130 ilə 1180 arası 50 il ixtilafla beləsi tapılanda deyək ki, biz bunu qoysaq 150, 1150, 1150 əgər qoysaq və bundan necə çıxsaq 1448-i onlar 298 ilin kitab olar. Bu dünən gördüyümüz kitab ki var idi. Amma o kitabın o nüsxəsi o tarixdir. Yəni o nüsxə ki biz baxırdıq o tarixdə yazıbdır. Mümkündür. Əsl nüsxə Osmanlının əvvəl dövrlərində. Yəni ola bilər məsələn Tağrul bəydə ya məsələn ondan sonraki yazılan dövrlərdir. Yəni 1-ci, 2-ci, 3-cü padişahlarda ta deyək məsələn o zamanlarda yazılmış olubdur. Gedək görək bu günləri hangi kitabla çalışa bilirik ki, onunla tanışaq. Bunu da qeyd edim ki, dünənləri biz 2 dənə kitab oxumağa çalışdıq. 2 dəfə bir kitabı 2 cələsədə oxumağa çalışdıq və hər halda bir şeylərə əl tapdıq. Mənim özümə ki, çox önəmli idi, çox sevdim, ləzzət apardım. Gedək görək bu kitab, bu kitab da yenə çapdır zahirən. Çap olduğu üçün bunu qoyuruq Sibateddin Divanı. Bunu da qoyuruq qırağa, çünki çapdır və hətta dilit edirəm bu oxuduğumuz kitabların içində qalmasın deyə. Mizanül Haqq adında bir kitab açırıq. Bu kitabın adı Mizanül Haqq. Əvvəldə də elə yazıb Fehristi Mizanül Haqq. Kitabın səhifəsini kiçildik. Əvvəl fiziki vəziyyətdə görək bu kitab nə vəziyyətdədir. Kitabı gördüyümüz kimi əlan burada baxırıq. Cildin görmürük. 4 səhifə bilirsiniz, cildin içidir, eşiyidir, onu görmürük. Əgər ağ səhifələri var, onu görmürük. Elə yetişdik Fehristə baxırıq. Fehristin mövzu üstə yazılıbdır. 16-cı səhifədədir. Əlan burada görürük. 16-cı səhifədə Fehrist başlayır. Yəni əvvəldən 16 səhifəsi yoxdur. 8 vəraq yoxdur. Bunu deyək, 7 vəraq. 7 vəraq yoxdur, 14. Çünki 14-15 oradadır, 16-cı buradadır. Onun üçün 7 vəraq əvvəldən düşübdür, o 14 səhifə yoxdur. Kitabdan əlavə eləyin cildi. 2 səhifədə cildidir, yenə eləyir 16 səhifə yoxdur kitabdan. Kitabın 2-ci səhifəsini açırıq ki, yaxşı görək. Görürük ki, Kitab-ı Mizanül Haqq qırmızı xətti ilə yazılıbdır. Kağız salimdir, qıraqları biraz ehtimalən su getib buzuşubdur. Kitabın qıraqları, aşağısı, üstü, dövrəsi və biraz saralıbdır. Qıraqda çürümə haləti görsənir. Amma əks ediləsə alıblar ki, qıraqda kamil düşmür ki, biz görək kitab nə cür. Kitabın yəni naqis əksini saxlayır. Ortasına baxanda kitabın oradan ki səhifələr bir-birinə yapışır, görürük ki, kitab cırılıbdır, cildidən ayrılıbdır, bir-birlərindən də ayrılıblar, amma səhifə düşməyib burada. Qıraq yazılarını görürük, aşağıda biraz qəralıq görürük. Ehtimalən bu bir şey silinib düşüb bura ya da ki bilmirəm, ehtimalən bir şeyi silməyə çalışıblar filan, ya su tökülübdür, o belə bir vəziyyət olubdur.
İkinci səhifədə aynı xətt ilə davam edir. Xətt çox gözəldir. Sətirlərin arası azdır. Amma arası var, pis deyil. Kəlmələr bir-birinə çox yaxındılar. Amma oxunaqlı bir xətt ilə yazılıbdır. Aynı xəttə bənzər xətt ilə qıraq yazı yazıblar. Bəzi kəlmələrin üstünə, başının üstünə qırmızı xətt çəkiblər. Onun ərəbi olduğu, ayə olduğu, hədis olduğu ya bir mühüm bir məsələ olduğunu qeyd eləmək üçün. Kitab heç bir təzhibi yoxdur, heç bir çərçivəsi yoxdur. Çox sadə şəkildə yazır. Bəzi kəlmələri də indi burada görürük ki, qırmızı ilə yazıblar. Madde-i ula, madde-i rabiə. Əlbəttə burada həttəmə madde-i saniyə, madde-i salisə, madde-i rabiəni də burada gördük. Əcəba madde-i xamisə var ya yox? Bəhsə əvvələ keçir və davam edir. Xəttləri indi qırmızı çəkdi başı üstə. Ehtimalən buracını ərəbcə olacaqdır. Kitabın PDF-də 39 səhifə görsən, yəni 40 70 səhifəlik bir kitabla qarşı vəraq 39 vəraqdır kitab. Ki dedik 8-ə əvvəldən düşübdür. Ehtimalların üstündə bəhs edilir. Bəhslər ehtimallarla başladığı üçün qırmızı ilə yazıb onları. Bəzən sual və cavab şəklində, yəni ehtimalən ya yazardan sual soruşublar, ya da özündən sual soruşub ki, sual budur, cavab budur. Bu bir növ yazı formətidir ki, hala davam edir. Elə 1000 il bundan qabaqdan sual-cavab şəkli var imiş ta bugün. Bəhsi Aşir Şeyx Muhyiddin Ərəbi kəlmə bəllidir ki, bu böyük şəxsiyyətlərin də mətrəh elədiyi, ortaya qoyduğu fikirləri bəhs eləməyə çalışıbdır. Mövzusu nədir bilmirəm. Hala bundan xəbərimiz yoxdur. Kitabın əvvəldə ortası cırıqdır. Ondan bu üzə fəqət burada biraz görürük, biraz sədəmə görürük, amma kamil cırılmayıbdır. Kitab təqribən salim görsənir. Kitabın axirinə yetişdik və yenə də axirində neçə səhifə gedibdir, yoxdur, onları bilmədik. Amma bir səhifə qeytərsaq dalıya yazmayıbdır. Kitabın axirində bir tarix görməliyik, ehtimalən ona baxaq görək nə yazıbdır. Təmmət hazihir risalə əl-mərğubətü ələyyəbdil. Kitabın əvvəl adını yazaq. Ən yaxşısı budur ki, yazaq ad. Nə mənəydi adı? Mizanul Haqq. Mizan əl-Haqq. Həqqi ölçüsü. Mizan ölçü deməkdir, tərazi deməkdir. Təmmət hazihin nüsxətil mərğubəti, bu yaxçı, mərğub, bizim türkçədə mərğub işə. Əla yədil abdil əl-əns. Calibdir bunun adı. Əla yədil əl-ənsi mola li mevlahu, mevlası kim? İlla yas, illa el-yas, ehtimalən yasın olacaqdır. İlla el-yas ömr oxunmur kəlmə. Səvahu mürtəza el-mürtəleci, mürtəlci, ya bəli, mürtəlci, mürtəlcizadə. Nəssax kimdir? Nəssax o adam kitabı, bir ayrı kitabın üzündən yazıbdır. Onun adı Mürtəza ehtimalə mütərəcci olacaq. Mütərəlcizadə, mürtəlecizadə. Əl-müəllimi bi ibtidaiyyə. Müəllimdir, əl-müəllimi bi ibtidaiyyə. Bu çox önəmli kitabdır. İndi tarixini tapsaq oradan önəmliyi tap. İbtidaiyyə əl-Gərucuh. Gərəcuh kəndində, ya şəhrində. Əl-Gərəcuh.
الگرجو. müvəqqəti müvəqqət ammacıdır bu da ora. Fi yevmi sadisi tarix. Yazaq nüsxə tarixi. Nüsxə tarixi. Bu mühüm ittilaatı verir bizə kitabın haqqında. Nüsxə tarixi. Fi yevmi sadisi fil yevmi el-sadisi min şehri Muharrem'il Haram seneyi sab'a ve selâsemi'a vel alif. Sab'a ve selâsemi'ati ve alif. Min hicretin nebeviyye aleyhi efzalü teslimi ve tehiyye. Allahümme ahtim evâkibina bil kheyri bihürmeti men enşekkel gemere ya bi işaretihi ve indefe'e zelemeti zulmi be nuri şeriatihi. Amin ya Rabbil alemin. Bu adam kitabı çox gec zamanlarda, amma mədrəsələrdə yazıb. Və bu mədrəsənin tarixi həm də ibtidai, yəni mədrəsəni bölüblər. O tarix çox mühümdür mənim üçün. Ehtimalən sizlər üçün də önəmli ola. Dedi ki, əvvəl bunun tarixini çıxadaq. Tarixi səneyi səb'ə və sələsəməti vəl əlif. Tarix oldu 1370. Səb'ə və sələsəməti 1307. Acaba bu doğru yazdım yoxsa yanlış yazdım? Bunu axtarmalıyıq. Əgər yaxın zamanlar olsa oxumayacaq təbiətən ki. Amma gedək burada bunu yazaq görək nə deyir. Tamam. Miza tamam. Seneyi sab'a ve selasete mi'ete ve alif. Ərəbcədə ihtimalən hala. Sab'a ve selasete mi'ete ve alif. Görək bu kitabı yaza bilir ki, bu hangi tarixdir ya yox. 1307 hicri, indi 1448 yox. 140 il bundan öncə, 41 il bundan öncə yazılıbdır. Bəli, o mərhələdə görürük ki, mədrəsələr özləri ibtidai və o birisi şeylər varmış. Fəqət bu kitabı oxumayacağıq əlbəttə ki, amma Mizanul Haqq olduğu üçün gedək bunun əvvəlindən biraz o mövzuların görək ki, nə deyir əslində bu kitab konusu nədir? Kitab-ı Mizanul Haqq biraz səfəsi də yaxşı əks salınmayıb, bunu da deyim. Elhamdülillah, Bismillahirrahmanirrahim. Elhamdülillahiləzi cəaləl əqlə hüccətən fi xəlqih və əbdəəş-şər'ə bihi fîmâ yefərriqu beynəl bâtili vəl haqqih. Vəssalatu vəssalamu alə Muhammedil meb'ûsi bin nəqli el-mu'cizil fazili vəl aqlil kamili və alə alihi və sahbihi ecmaîn. Ma darel mebahisi fi mahafilil afazili və bə'd. Əvvəli آفرینشتن برو میان ارباب دانشته
عقل ilə nəql توامان و معقول ilə منقول فرهی احتمالاً بر برهان قرین برهان منقول قرین برهانی idi ki müsəlləm və معارج یقینیه مسلک برهان مدارج و سلمی دلمغل بحث و نظر bilhassa bir şeydir zahiren elm nəqlin arasında nəql hədis o rivayətlər bunlar ki tarixdən bizə gəlib yetişib deyir onların arasında daimən bir bəhs var idi. Buradan geçsək ki çox önəmlidir əlbəttə oxunmur da biraz müqəddəmə. Əlbəttə yenə burada bir şeylər önəmli bir şeylər yazıb elə bir. Bəhs və nəzər və ədillənə معقولun əleyh cumhur və məraci ilə bir umuridir. Bəzi nas و وسواس وسواس نامناست nədir beləsi iğvası ilə təriq burhani qoyub cəhl və himaqiyyətdən zənniyyat və vəhmiyyat ilə burhana müarizə. Əlbəttə biz bu kitabın bir əsli oxumuşuq, bu kitaba yaxın bir kitab. Mizanul Haq kimi. Amma onun tarixi çox uzaq idi. Yəni 600 illik bir şeydi. Bu biraz yaxındır. Müqəddəməsinə gedək görək. Müqəddəmədə bir şey yazsa ayrı kitaba gedəcəyəm üçün. Müqəddəmə. Ulum-i əqliyyə lüzumun bəyanındadır. Ulum-i əqliyyə deyir lazimlər və o şeylər ki vacibdir olanın içindədir. Talib haqqı məlum ola ki elmi bəşər mütəəlliqi mövcud gərək. Mədum məchul mütləqdir. Ol canibə zehn təvəccüh eyləməz. Mövcud dəxi mütləq maddədən müstəğni olursa ol məqule umura mütəəlliqə. Getdi fəlsəfə üzərinə. Burada buranı qoyaq qalsın. Ağır kitab oldu. Bunu burada qoyaq qalsın. Heyfdir. Çünki tarixi yaxın tarixdir. Ona görə bunu qoyuruq qalıq. Amma görsəniz ki ibtidai dövrəsində nə dərs verilmişdir. Yəni diqqət buyurun. İbtidai dövrəsində 140 il bundan qabaq ibtidai dövrəsində dərs verilən belə bir şeydir. Fəlsəfədən danışır ki, indi bunu otursaq yerə açaq deyək ki, nə dedi? Ulum-i əqliyyə lüzumun bəyanındadır. Talib-i haqqə məlum ola ki, elmi bəşər mütəəlliqi mövcud gərək. Varlıqlar, elm dediğin varlıqların üstündə olar. Tamam. Mədum məchul mütləqdir. Yox, məchul mütləqdir. Məchul yəni bilmədiyiniz bir şeydir. Yoxdur. Yoxluq məchul mütləqdir. Yox. Ol canibə zehn təvəccüh eyləməz. Yoxluğu zehn baş tapmaz nədir? Mövcud dəxi mütləq maddədən müstəğni olursa, əgər bir varlıq zehnimizdə tuta bilək ki, əsla maddə deyil. Ona nə deyərlər? Müstəğni olursa, ol məqulə umure-i mütəəlliqə məbahis elmi ilahidir. O bəhslər ki, maddə deyil, onlar gedər elmi ilahi bəhslərinə girər. O birisi bəhslərə girməz. Yəni burada ayırır, çox ciddi deyir ki, məsələn, Allah, firiştə, ruh, nə bilim, behiş, cəhənnəm, qiyamət, bəzi varlıqlar, bunlar ki, biz deyirik, maddə deyirlər. Onlar gedərlər elmi ilahi içinə. Elmi ilahidirlər. Furui çoxdur. Bunların da içində çoxdur. Deyir ki, yaxşı ya həkim, baxışı ya həkim ya müşküldür. Deyir ki, bu baxışı ehtimalən ya da bəhsi ola bilər. Həkim ya mütəkəllimdir. Aha,
bahisi, bəhs eləyəni ya filosofdur, ya da din insanıdır. Mütəkəllimdir, yəni o adam ki, din haqqında çıxır mənbərdə, orada, burada, ya kitablarda, hovzədə filanda dərs verir, odur. Və mövcud zehnidə, indi 2-ci bölüm maddələrin çıxanda şey, mövcud zehni. Yəni biz hər nə mənən ki, zehnimizdə düzəldirik. Məsələn, dəstgahları zehnimizdə düzəldirik. Məsələn, gələcək maşınları gələcəkdə düzələcəkdir. Məsələn, mənim zehnimdə nə mənə var? Deyək ki, insan bir neçə ildən sonra evlənməyi ər-arvad bir-birinə evlənməkləri biraz uzaqlaşacaqlar. Deyəcəklər, kompüterlə evləşəcəklər və kompüter hamilə də ola biləcək. Ondan sonra insanlar yenə təzəşdən bir müddət bir-birlərindən uzaq qalandan sonra istiqlal fiş eləyəndən sonra bir-birlərinə ehtiyacı tapacaqlar. Təzəşdən qeyd edəcəklər insanlar bir-birlərinə və davam edəcəkdir. Dəstgahlar, məsələn, bunu hardan deyirik? Zehnimiz bunu təsəvvür edir. Amma indi yoxdur. Bunu təsəvvür edə bilirik. Mövcud zehnidə burası oxunmur. Nə mənədən zehnidə oxunmur burası. Müstəğni xaricdə maddiyə muhtac olursa, əgər zehnidə olan eşikdə, zehnimizdən eşikdə, məsələn, deyək, ağac. Məsələn, deyirik ki, fərz edin, bir dənə ağac deyirik, adı nədir? Dragon fruit. Əjdaha meyvəsi. Məsələn, bu indi eşitdik, beynimizdə bir dənə meyvədir. Ki, əlbəttə satılır bazarda, Kanadaya da gəlir, satılır. Türkiyədə də yetişdirirlər bildiyim qədərə. Məsələn, bu istiruq, bu zehnimizdə indi var. Bu eşikdə olmaq üçün muhtacdır maddiyə, bir maddə, bir cism olmalıdır ki, ondan düzəlsin. Muhtac olursa, ana mütəəlliq mübahisə elmi riyazi dərlər. Əlbəttə, burada ki, elmi riyaziyə deyir ki, elmi riyazi deyərlər. Məsələn, 100, 200, 500, həndəsə, 4 quşəli, 3 quşəli, nə bilim, uzun, kiçik bunlar dərlər. Tamam, bu görürsünüz ki, çox ciddi bir məsələləri ibtidai məsələ dərsində oxurmuşlar. Buna ki, bizə deyirlər Osmanlıda mədrəsə yox idi və ya elm yox idi, ya mühəndislik yox idi, ya filan yox idi. Görün ki, bir yalanla üzbəyüzük. Əgər mən bu kitabı ömrü taza olmasaydı, oxusaydım, biz görərdik ki, Osmanlının 140 il bundan qabaq, yəni Osmanlı yıxılmışdan deyək 30 il, 40 il qabaq Osmanlıda gedən həm də ibtidai mədrəsələrdə, həm də kətlərdə nədir? Yəni diqqətlə bunu diqqət buyurun ki, belə bir məsələ. Ana mütəəlliq məbahisə elmi riyazi dərlər. Usul 4 qismidir. Onun da usulu 4 qismidir. Ədəd, heyət, həndəsə, musiqi. Diqqət buyurun, o zaman deyir ki, elmi ki, eşikdə, beyində ola, amma istəyir eşikdə təcəssüm tapa, 4 qismidir. Mən özüm misalımı vuranda dragon fruit vurdum. Mən yəni özüm düşünməmişəm ki, bunun mənzur, əlbəttə biraz da oxunmurdu ona görə. Çünki bir-iki kəlməni də atladıq. Əksi tar götürüblər. Fokusu yoxdur. Kitab yekələndə, kitab itir, yekəlməyəndə də itir əlbəttə. Onun üçün bunun oxunması biraz zordur. Bəzi səfələrdə ən azından. Özəlliklə səfənin aşağı tərəfi tar düşübdür. Kitabı burada dostlar görsələr, YouTube-da görərlər ki, çox şeydir. Burada görürük ki, o beyində ola, amma eşikdə maddiyə ehtiyac ola, məsələn, müsəlləs. Müsəlləsi zaviyə qaimə dediyimiz bir şey bu zehnimizdə var. Amma eşikdə maddiyə ehtiyac var. Bəs ədəddir 1, 2, 10, 100. Məsələn, nəyə biz hər şey bir dənədir. Nəcür olur buna deyirik 2, 3, 4, 5. Bu eşikdə bir şey tapırıq, onun üzü ilə deyirik. Heyət, ulduzlar, həndəsə, dediyim kimi, 3 quşli, 4 quşəli, nə bilim, qaimə, kəc filan bunlar. Və musiqi, fənləri və hər birinin neçə furui var. Bunların özündə hərəsinin bir neçə var. Mövcud, həm o indi keçir ayır bəsə, mövcud.
O şey ki varlıq həm xaricdə və həm zehnidə mütləq maddəyə möhtac olsa, həm zehnimizdə təsəvvür eləsək alma kimi, heyva kimi, adam kimi, ev kimi, maşın kimi, bunu həm zehnimizdə təsəvvür eləyəndə onu təsəvvür eləmək üçün bir maddə lazımdır. Maddə ilə biz təsəvvür edirik. Həm də eşikdə maddə lazımdır. Yəni eşikdə o tapmağımız, onu gedib görməyimiz, o deyir ki, nədir? O olsa həm mövcud həm xaricdə və həm zehndə mütləq maddəyə möhtac olsa, ol məqulə umur məbahis elmi təbiidir. Ulum təbii buna deyərlər. Bu elmin dəxi furui çoxdur. Pəs cümlə ulum əqliyyə və ulum nəzəriyyə bu əqsamidən xaric dəcildir. Və bu nəzərlərdə və bunlar da fikr və nəzər təriqi ilə bəhs olunub fikr və xətada İsmət məsləhəti üçün qanun istidlal o nəzəri tədvin edib naminə elmi mizan o elmi məntiq dərlər. Elmi mizan dediği elmi məntiqdir. Deyir ki, bunlarda da buna görə ki, o məbahis ki, bu elmi əqli şey üstündə olan, o elmilər ki, dedi, ulumi əqliyyə və ulumi nəzəriyyə. Görürsünüz, gözəl bölübdür. Ulumi əqli nədir, ulumi nəzəri nədir? Onların deyir üstündə bəhs eləmək üçün qanuna ehtiyac var ki, ona elmi mizan ya elmi məntiq deyərlər. Çox gözəl bəhsləri var, insafən oxumağım gəlir. Yəni, keçənmirəm bundan. İbtidai kitabı bu qədər önəmli məsələləri bəhs eləyər. O məmləkət təbii ki, inkişaf edər. O təbii ki, birinci dünyada silahlı savaşlara girər. Yəni, məcbur olar, savaşa girər. Məcbur olubdur əlbəttə. Özü girməyib savaşa. Məcbur eləyiblər, dünya savaşı salıblar da Avropalılar. Osmanlını yıxmaq üçün, çünki Osmanlı kiçik bir torpaq deyil. Enerji tamamən Osmanlı torpaqlarındadır. Bugünkü Ərəb dünyası dediyimiz ki, bu günlər indi Amerika da orada savaşır enerjidən ötürü İranla, nə bilim, İranda, yəni əslində o bölgəni ələ keçirmək üçün hala savaş var. 100 ildən sonra hala savaş var. Suriyədə qətliamlar, Libiyədə qətliamlar, Əraqda qətliamlar, Əfqanistanda qətliamlar, İranda da elə 50 ildir, 48-49 ildir qətliam gedir. Əslində vaqiqiyyət budur ki, onlar bir inqilab yaratdılar ki, heç yeri olmadan bir inqilab yaratdılar və o inqilabın dalısıcan neçə nəsli qətliam elədilər. Və bir neçə nəsl qətliam olması da bizlərə tək qaçıblar, xaricədə yaşırlar. Hala o davam edir. Yəni, bu deyil ki, Birinci Dünya Savaşı'nda qutardı, getdi, İkinci Dünya Savaşı'da qutardı və Dünya Savaşı qutardı. Yox, qutarmadı. Hala davam edir. Hala davam edir. Bu və Osmanlının əski torpaqlarında davam edir. Yəni, Osmanlı torpaqlarında savaş davam edir. Acaba Ukrayna Osmanlı torpağı idi, orada savaş davam edir? Bəli, Karamanların torpağıdır. Və Karamanların torpağı bu günləri Ukrayna adlanaraq, Ukraynanın bir parçası olaraq ki, Ukrayna demək olar, onların əlindəymiş bir savaşa giribdir. Ehtimalən sonraki savaşlar Türklərin Asiya türkləri torpaqlarında olacaqdır. Ehtimalən bu savaşı mən belə görə bilirəm ki, onlar indi biraz istiqlal tapıblar Rusiyədən, sonraki savaşlar onların torpaqlarında ola bilər. Türk dünyasında ola bilər, yəni, beləsi deyim. Ərəblər feylən işğal altındadılar kamil. Bu vəzn və meyar ilə əyar eyləmə anın, üzrə mən biraz atladım, elmi məntiq dərlərdir və meyar ulumidir. Allamə Seyyid Şərif Cürcani bu Qurqanlı şeylərdəndir. Türkəmən, İran, bugünkü İran adlanan yerdə Türkəmənlərdəndir. Bu da son zamanlarda yaşayıb, çox uzun zaman öncə yaşamayıbdır. 250 zad dolar bundan öncə yaşayıbdır. O adamlardır ki, fəlsəfə və məntiqi
bu İslam bölgəsində çalışıb təzəşdən diritsin. Neçə nəfər çalışıblar, diritsinlər. Biri də bu Şərif Seyyid Şərif Cürcanidir. Mən də bunun kitablarının ikisini Xoziyə Elmiyyədə oxumuşam. Seyyid Şərif Cürcani qolunca bir alim ki, elmini bu vəzn və meyar ilə əyar eyləməyə, onun elminə etimad və etibar yoxdur. Diqqət buyurun, görün nə qədər ol əcəldən əksəri mühəqqiqin vücubinə zahib olarlar ehtimalən və elmi məntiq məqsud bizzat dəcül. Elmin özü deyir ki, məqsud deyil ki, biz elmi məntiqi öyrənək. Onu öyrənib ki, o birisləri düz anlayaq. Və elmi məntiq məqsud bizzat dəcül. Məqasid təhsilə, vəsilə və alətdir. Elmi məntiq bir vəsilə, bir alətdir əlimizdə, bir ölçüdür ki, onunla abrisləri ölçmək üçün bunu öyrənirik. Metri almırıq ki, cibimizdə metrimiz olsun. Metri alırıq ki, bir şeyləri ölçək. Görək, düzdür, düz deyil, düz ölçə bilək. Bu da elmi məntiq də belə bir şeydir. Necə ki, biz metri almırıq ki, metrimiz olsun. Neyin yox, evimizdə metrimiz oldu, işlətmədik, nə dərd edəcəkdir, ehtiyacımız yoxdur. Ona görə də çox adamın evində metr yoxdur. Çünki istifadə eləmir. Amma o adam ki, məsələn, ölçü ilə, biçi ilə işləyir, o adamlar metr lazımdır. Və elmi məntiq məqsud bizzat dəcül, məqasid təhsilə, vəsilə və alətdir. Məbdə-i fitrətdən bərü. Məbdə-i fitrət afəriyinişdən bəri təvaif dəvam beynində təvaif üməm beynində qərar dad ulum fərdiyyə və həqiqiyyə zəruriyyə qərardad ulum zəruriyyə və həqiqiyyə və bir təəssüflə oxuya bilmirəm bəzi kəlmələri, çünki şey düşübdür. Dediyim kimi, əks tərpəşən kimi olubdur. Məayyə bu zikr ondan həqaiq əşya elmləridir. Burada bir kəlməni oxunmadığım üçün həqiqiyyə ver və bir məaniyə bu zikr olunan həqaiq əşya elmləridir. Kütüb-i münzilə, yəni Quran o digər kitablar ki, göydən gəlibdir. Kütüb-i münzilə və ulum-i şər'iyyə məbahisi, ulum-i məzkurə məbahisi və məsaili ilə əksər məvariddə ictima və ittifaq edib, məvarid-i mütəəddidə iftiraq vaqe olmuşdur. Deyir ki, o göydən gələn kitablar, müsənnif inanır ki, kitablar göydən gəlibdir. Deyir ki, o göydən gələn münzil, yəni nazil olmuş, bilmirik göydən gəlib, amma nazil olub. Yəni, insan deyir ki, bunu insanın əlində, insan yazmayıb bunu. Beləsi inanır. Deyir ki, bunlar ulum-i şər'iyyə elmidir. Kütüb-i münzilə və ulum-i şər'iyyədə və ulum-i şər'iyyədə və məbahi məzkurədə, ulum-i şər'iyyədə ya Allahla ilgi olan ya kitablar ki, orada gəlib, onların içində bəhslər ki, vardır. Bu mütəxəssislər ki, bu ulumlarda vardır. Bilirlər ki, o dində olan ya kitablarda olan, dini kitablarda olanların hansısı bu 4 dana elminən ki, saydı riyaziyat-ı heyət-ü musiqi-ü həndəsə. Bunlarla cür gəlir, hansısı cür gəlmir. Təbiiyyatla. Hansısı cür gəlir, hansısı cür gəlmir. Bunu bilirlər. Amma ulum-i şər'iyyə ki, bu əsrdə murad ulum-i İslamiyyədir, xali dəcüldür. Ya məqsud bizzat ola, ya ani təhsil vəsilə ola, vəsilə-i ulum-i aliyə və ulum-i ədəbiyyə və ulum-i ərəbiyyədirlər, qəribədirlər. Deyir ki, indi də biz ulumun özündə, İslamın özündə deyir ki, şəriyyat dediyimiz şey bu günləri, bu əsrdə bizim, yəni o müsəlmanların, o özün müsəlman bilir də, deyir ki, ulum-i İslamiyyə. Məncə bu yanlış bir şeydir. İslami ulum yoxdur. Elm İslami, qeyri-İslami deyil. Rəngi yoxdur ki, İslam bir rəhdir. Elmin rəngi yoxdur.
müsəlmanların yaratdıqları, şirkət elətdikləri elmlərə ya şirkət edib yaratdıqları ya inkişaf elətdikləri elmlərə desək daha yaxşı olacaqdı. Çünki İslam adında bir şey yoxdur bu günləri. İslam Həzrət Məhəmmədlə gəldi, Həzrət Məhəmmədlə də getdi. Həzrət Məhəmməddən sonra İslam fərqli İslamlardır. Hər kəsin öz İslamını yaşır. Hətta Həzrət Məhəmmədin dövründə də hər kəsin öz İslamını yaşır. Amma əsl İslam Məhəmməd özü idi, Həzrət Məhəmməd sallallahu aleyhi və səlləm özü idi, özü də gəldi, özü də getdi, İslam qurtardı, ondan sonra müsəlmanlıq vardı və hər kəs öz müsəlmanlığını yaşır. Bil məqsud bizzat ola, bir ani təhsil vəsiləsi ola, vəsilə-i ulum ilə və ulum ədəbiyyə və ulum qərbiyyə, usul aliyyə və ulum ədəbiyyə və ulum ərəbiyyə ehtimalən oxunur dərlər. Zira məqsud bizzat dəcüldür. Yenə deyir, hətta bunlar məqsud bizzat deyirlər. Yəni, biz ərəbi dilini, məsələn, oxuyanlar oxumurlar ki, şey eləsinlər, ərəbi öyrəsinlər. Ondan bir fayda axdı, o fayda üçün, faydası nədir? Onun üçün oxuruq biz. Biz hər elmi faydası üçün oxuruq. Əgər faydası olmayan bir şeyi oxusaq, ona görə indi, məsələn, İranda niyə biz çoxumuz uşaqlarımızı, özümüzü qoymuruq, ana dilimizi oxusun? Çünki faydası yoxdur indilikdə bizə. Faydası nə olacaqdır? Gedəcəm ondan pul qazanamıram. Onun üçün insanlara deyirlər, uşaqlara deyirlər, farsça öyrən, farsça olsun. Çünki farsça işə girə bilirsən, iş tapa bilirsən, təhqir olmursan, falan olmursan. Amma Azərbaycan bugün müstəqilli olsa, ana dilin hamı öyrəşər. Çünki bu dil iş dili olar, gəlir dili olar, iftixar dili olar, elm dili olar, təhqiq dili olar, hər şeyin dili olar. Bu da insanlar gedər onu öyrətər və ona iftixar edir. Və ayrı məmləkətlərdən, farslar özəlliklə bu dili öyrənməyə rəğbət taparlar ki, gedək Azərbaycan türkünün dilini öyrənək. Çünki orada iş tapa bilirik, orada evlənə bilirik, orada təhqiq edə bilirik, dərs oxuya bilirik. Bunlar hamısı ortaya çıxar. Bizzat dəcüldür, tamam. Görürsünüz ki, çox, mən daha istəmirəm bu kitabı oxuyum, çox ciddi məsələləri, əlbəttə gedim o şeylərinə də baxım, o 1, 2, 3 demişdi, onlar nədir? Onlara da baxaq, sonra gedək, görək ki, nə deyir. Hala davam edir, fəlsəfiyyat, naməqul olsa, falan çox gözəl bəhslər gedir. Məsələn, burada deyir ki, mülahizə etmədən rədd-ü inkar eylədi, fəlsəfə elmləri deyinmə mübtəla olub. Bu nə deməkdir? Düyünmə nə deməkdir? Bilmirəm. Düyünmə mübtəla yeri və göğü bilməz. Cahil ikən alim geçindi. Əvələm yənzuru fi mələkut səmavat vəl ərz. Quranda məsələn bunu deyir ki, göylərə baxmırsınız. Mən də bu bəhsləri şeydə aparmışam. Cunas TV-də 2012, 2013, 2014-də bu bəhsləri Cunas TV-də aparmışam. Türkçədə Qur'anın ən mühüm kəlməsindən biri işlənən Allahdır. Deyək, məsələn, mən o zaman saymışam, fikirəm 1200 dana, 1200 dana bu həddə bir ədəd var Qur'anda, Allah kəlməsi təkrar olur. Ondan sonra əql sözündən müştəq olan, ayrılan sözlər, əql özü, yəqilun, la təqilun, məqulu falan, bunlar aqilu falan, bunlar bu kəlmələri işlədən, bunlar özləri ya təcrübə sözü, dolanmaq sözü, siru fil ərzi, bunları mən orada çıxartmışam ki, nə qədər təşviq edir insanlar təbiəti tanısınlar. Allahın haqqında çox bir şey yoxdur ki, Allahı tanı. Allahı ged axtar. Yoxdur. Allahı bir dəfə deyir, inan. Ya inanırsan, ya inan. İnanmırsan, amma bu kitabda deyir ki, təbiəti ged, dünyanı gör, axtar, bil. Bunlar şeydir. Burada da o misalım vurubdur, amma gedək o birisi şeyə. Madde ola, əgər oxuya bilsəm, müfti mühəndis ilə mən müfti görürəm, ola bilər ki, olmasın. Mühəndis ilə qeyri-mühəndis fətvasıdır. Bir dana maşində, bir şeydə düzətmək istəyirlər. Müfti mühəndis, mühəndislərin fətvası, mühəndislərin böyüyü. Deyək ki, məsələn, onu deyir ki, müfti
mühəndis ilə qeyri-mühəndis fətvasıdır. Mühəndislə qeyri-mühəndisin fətvaları fərqli olacaqdır ehtimalən. Bir kimsənə tuli, ərzi, ümqi 4 zira bir yer həfr etməklə axəri 8 akçaya isticar eyləyib, ol dəxi tul və ərz və ümqi 2 zər və bir yer həfr ilə elədi və 4 akça istədi, fətva etdilər, həndəsə bilməz. Həndəsə deyir, bunu bilməz ki, məsələn, bir nəfərə dedilər ki, burada sən 4 metr yer açacaqsan, yer qazacaqsan, eni bir belə olacaq, boyu bir belə olacaq, dərinliği bir belə olacaq və bir belə pul alacaqsan. 4 tümən pul alacaqsan, 4 milyon pul alacaqsan. O adam getdi, onun yerinə məsələn enin azaddır, ya boyun azaddır, ya dərinliğin azaddır, ya bunlardan gəldi dedi ki, mən məsələn istədiyi pulun 2 qatını istədi. Deyir, bunu mühəndis bilməz ki, neynəsin. Mühəndis, elmi mühəndis, mühəndis özü adam olaraq mənafein düşünür. O gələr deyər ki, yox, işi az görmüsən, məsələn pul verirəm ya vermirəm. Amma bunu elmi şəkildə istiyaq bəlləsiq deyir, o gedər bir ayrı elmə, məsələn məhkəməyə gedər, dadgaha gedər, məsələn. Burada deyir ki, o ayrı bir şeydir. Madde 2, qazi, bunlar tamam, çox ciddi bir məsələləri 130 il bundan qabaq oxuyurmuşlar əvvəl ibtidaidə. İndi bunları bizim danışqahlarda oxumuruq. Vaqiyyət budur. Mən danışqaha getmişəm, bir çox insanlar danışqaha gediblər, danışqahlarda, universitetlərdə bunları bizə deməyiblər. İranda mən deyirəm. Mən İranda bizə bunları öyrətməyiblər. Mən bunların bəzilərin Hövzə-i elmiyyədə öyrənmişəm, yəni məntiq məsələlərin Hövzə-i elmiyyədə öyrənmişəm və bunu deyim dostlar, Hövzə-i elmiyyə bir geri qalmış yer ola bilər. Yəni, bu vaqiyyətdir ki, Hövzə-i elmiyyə dünya elmindən dalıya qalıbdır, dünya elmi ilə getmir, İranda danışıram. Mən İranın eşikdə Hövzə-i elmiyyələrdən xəbərim yoxdur. Məsələn, Əl-Əzhər danışqahı Hövzə-i elmiyyədir, hala da Hövzə-i elmiyyədir. Amma tibbi var, mühəndisliği var, fiziki var, şimisi var, nə bilim, cərrahisi var, diş həkimliği var, qadınlar həkimliği var və yəni bir danışqahdır, gündəliklə hərəkət edir. Jurnalizmi var, ədəbiyyatı var, musiqisi var, ya hər nə mənəsi ki vardı. İndi bilmirəm musiqisi var ya yox, ona görə dedim hər nəyi vardı. Amma bu İrandakı Hövzə-i elmiyyədə yoxdur. İrandakı Hövzə-i elmiyyədə bu bəhslər ölübdür. Özü də kitablar ki oxuyurlar, məmulən kitablar 400 il, 500 il, 600 il bundan qabağın kitablardır. Fiqh olsun, ya hər nə oxuyurlar ki, fəlsəfə olsun, falan olsun, bunlar hamısı əski kitablardır. Amma əski kitablar deyəndə, məsələn, məntiq əskidir, tamam. Ərəstu dövrəsindən ya Əflatun dövrəsindən qalan bir şeylərdir. Dediklarına görə, yəni bizə beləsi deyirlər ki, o zamandan qalıb. Amma mənim həmişə zehnimdə qalıbdır ki, Əflatun, Ərəstu bunları danışırmışlar. Yazmırmışlar. Çünki kitab yox idi yazmağa, kağız yox idi yazmağa, qələm yox idi yazmağa. Bunları nə cür bizə gətiriblər indiyəcən doğru qalıbdır. Mən inanmıram. Məncə Ərəstu, Əflatun bunları desələr də orada-burada bir kəlmələr Əflatun, Ərəstunun qalanın hamısı sonralar yazılma və əlavə olmadı. İnsanlar onu artırıblar və elə onların adına saxlayıblar. İndi Hövzə-i elmiyyədə məntiq heç olmasa oxunur. Yəni mən özüm məntiq oxudum. Təbrizin İmam məscidi, cami məscidində, cümə məscidi deyirik biz, cami məscidində mən məntiq oxudum. Və çox da yaxşıdır. Bu mədrəsədə də, danışqahda mənə çox köməklik elədi. Hətta indi də ki yazıram, oxuram, elə yenə deyə bilirəm ki, onun altında, onun təsirində bu işləri görə bilirəm. Bunları oxumayanlar təqribən zəif adamdılar. Yəni içində demirəm ki, hamısı zəifdir ha, amma içində istisnai qəbul olanlar çox azdır. Bəli, məsələn İranda deyək ki, indi 5 milyon danışçu keçən Rizaxan zamanında indiyəcən çox əlbəttə elə inqilabdan bu heç olmasa bir 15-20 milyon danışçı gedib danışqahlara. Bunların içindən siz deyin ki, neçə nəfər yazardı ya, ixtiraçıdır ya filandır. Hamısı karimənd idarələrdə burada orada məşğuldular idari işlərə. Çünki məsələn heç kəs öz təxəssüsündə bir iş görə bilmir. Bir şey yarada bilmir.
Çünki məğzi xəllaq düzəltməyiblər. Məğzi fəqət təqlid. Biz təqlid. Oradan al, buradan al, ondan sonra. Biz assembly nə məna olur? İranda deyirlər, bunları qəfələri bir-birinə bağlamağa nə deyirlər? Montajkar. Biz montajkarıq. Mühəndislərimiz montajkardılar, döktürlərimiz montajkardılar. Onların içindəki bir yaradıcılığı var. Onların məmulən içində, mən gördüklərimi deyə bilirəm, onların içində bir hozə elmiyyə kimi bir şey onların zehnindən geçibdir. Tamam, bu kitabdan geçək. Mən fikirlərim ki, buna 40 dəqiqə vaxt qoyduq. 45 dəqiqə vaxt qoymuşuq. Çox önəmli kitabdır. Əlbəttə, vaqəən ərzişi var. Bunu oxuyaq, bu kitabla tanış olaq. Amma dediyim kimi, kitabın ömrü bizim standartlarımıza yemədiyi üçün bunu burada bağlırıq. Gedirik, bir ayrı kitab açaq, görək. Nədir? Dibaçı şahidi ehtimalən açılmayacaqdır. Bəli, açılmadı. Çünki bunların formatı fərqlidir. Bunlar açılmırlar. Huruf-i Türki, Nəsab-ı Türki, təəssüflə bu 3 dənə kitab da açılmayacaqdır. Mən bunların üçünü də buradan Dibaçı şahidi əlbəttə burada axtarıq, görək var ya yox. Dibaçı şahidi. Görək bunu gətirir bizim üçün ya yox. Bir dana deyə gətirdi və o da aşmışıq qabaqcan. Görək açacaq ya yox. Yox, aşmadı. Bir dana var, onu baxdıq, onu delete edək, buradan geçsin. Dibaçı şahidi. Silah geçsin. İkincisi, hərfi türki demək bir kitabdır. Görək ki, bu hərfi türki, çünki mən bu şeydən indirmişəm. Hərfi türki. Türk kitab. Burada da bir şey yoxdur. Bu da silahs geçsin, yoxdur. Və sonuncusu nədir? Nəsab-ı Türki. Bu Nəsab-ı Türki zahirən bir önəmli kitaba bənzir. Amma nədən isə mən bunu keçən dəfə görmüşəm. Yəni yadıma gəlir şey Nəsab-ı Türki. Niyə yazmadı bunu? Nəsab-ı Türki. Beləsi yazıldığı üçün biz də burada beləsi qoyaq. Burada verir bunları. Əksin qoyubdur. Bu kitab gərək olsun. Əgər eləyə bilsək bunu tapaq. Nəsab-ı Türki. Əlbəttə burada Farsi, Türkü, Farsi yazıbdır. Ona görə bunu bu birisinə baxaq. Görək bu nədir? Aynı kitabdır genə. Bu birisi nədir? Mənzum elə hamanı görsədir. Bu nədir? Kitabın əksini görsədir. Bu nədir? Topqapı kitabı. Bu da Nəsab-ı Türki, Farsi. Bu nədir? Burada yoxdur. Kəlmə ucusu gəldi. Burada Azərbaycan kitabxanasında Nəsab sözü gəldi. Bu bir ayrı kitab yayan mərkəzdir. Onda yoxdur. Zəban ədəbiyyat Türki. Burada da görmədim bu şeyi. Yenə gəldi kitabxana. Burada həman sözü gətirdi. Görmüşük. Bu nədir? Nəsab-ı Səbyan. Uşaqlarınki Əncümən Pres, əlli yazma. Nəsab lüğət. Bu lüğətdir. Nəsab iman təfzili. Burada nə var? Bu Nəsab Türki Turan. Tamam, bunu açıq görək. Bu nədir? Bu bəlkə ola bilər ki, belə bir şey olsun. Bir ayrısı var. Nəsab. Töhfə-i şahidi dədə. Türki, Nəsab-ı Türki. Bir dənə də burada zəfərnamə var. Əlbəttə zəfərnamə yazmışıq. Nəsab-ı Türki burada bu açılmadı da dedik, bu açılmadı, bu həmandır. Açılmadı, bunu qoyaq kənara. Tamam. Buradan bir neçəsinə baxdıq, gedək görək ki, bunlardan əcəba indirdiklərimizdən oxuya bilərik ya yox. Burada
Zəfərnamə, Töhfə-i Şahidi Dədə, Türki Nəsab. Bu yenə açılmayacaqdır ehtimalən. Baxaq görək bu nədir? Açılsa bu biri açıldı və bu birisi nədir? Tamam, bu kitablara baxaq görək ki, nədir? Bu hansısıdır? Mizanül Haqqı buradan qovuzayaq bura, bu da bura. Mən elə bu Mizanül Haqq əlbəttə önəmli kitabdır, qoyaq qalsın. Bir şeylər də onun haqqında yazarıq. Amma gedək burada görək ki, bu kitab ki açdıq. O birisilər hara getdilər? O birisi hara getdi? Nəsab, Mizanül Haqq. Allah Allah. Biz əlin kitab açdıq, onlar hara getdilər? Bu Mizanül Haqq qaldı. Ehtimalən bu da 2 dənəsi buradadır. Bu Nisabdır, bu da bu kitabdır. Tamam, bu 2 dənə. O niyə bir-birlərindən ayırdılar? Onları gətirib bir-birinə qoymalı yox. Tamam. Bir yerə qoyduq ki, daha bunlar şey olmasınlar. Nəsab-ı Türkü görək ki, nədir? Bu Nəsab-ı Türkünü gəldirik, səhvəyə yerləşsin. Bizim əlimizdə deyil, Berlində saxlanır. Bunu bildik. Bu kitabın burada ədədləri yazaq. 1, ikinci kitab olduğu üçün burada 2 eləyək. Ad. Görək ki, bundan nə çıxacaq? Yer. Berlin. Alman. Berlin. Bu kitaba ehtimalən tarix qoyublar. 1646-da ehtimalən yazılıbdır. Ehtimalən. Kitabın cildinə baxır, içinə baxırıq. İndi burada diqqət eləsəz, kitabın gözəl bir cildi var göndən və gönün üstünə ehtimalən göndəyib, xalça haləti var. Gönə də bənzir əlbəttə. Yekəldik görək ki, gön olur yoxsa göndür. Gön dəridəndir və üstünə Osmanlı dövründə olan nəqqaşlıq ki, suyun üstündə nəqqaşlıq edirlər. Sonra onu kağaza gətirirdilər, yapışdırırdılar. Onu götürüblər kitabın cildinin üstünə yapışdırıblar. İkinci səhifəsini açırıq, görürük ki, kitaba bir nömrə qoyublar. 1644-ü görürük ki, ehtimalən tarix idi. Bir dənə də ora səhifə yapışdırıblar. Ehtimalən bu onun cildidir. Yəni cibidir ki, hər kəs bu kitabı alsa orada yazırdılar. İkinci səhifə boşdur, bu görürük. Üçüncü də boşdur. Dördüncündə bir şey görürük. Təəssüf kimi ya təəssüf kimi bir şey görürük. Əcəba bu Nəsab-ı Türkü adısı yazılıb burada. Əvvəl kitabın adı Nəsab-ı Türkü. Lidilaf təəssüf. Ehtimalən bu ad olacaqdır. Bir lidilaf təəssüf. Ehtimalən bu ad olacaqdır. Belə bir addır bu. 303 ehtimalən bunun əmənə ola bilər, bilmirəm. Amma burada PDF-də 74 səhifə yazıbdır. Vəraq yəni 74 səhifə görsənir. Çünki hər sənəsi bilir. Kitabın cırılmasını indi görürük. Kitabın diqqət buyurun. Biraz bunu kiçik eləsək. Kitabın burada əvvəl birinci səhifəsinə baxırıq. Baxın. Bu birinci səhifənin dövrələri çürüyübdür. Bu dövrələrdə diqqət buyursaq, elə bir sıçan yeyibdir. Görürük. Kitabın içinə su geçməyi də görürük. Baxın, su geçibdir buralar. Bu düşübdür kitab. Və kitabın cırılmağını da görürük. Burada kitab cırılıbdır. Tazaşdan bunu bir kağızla yapışdırıblar. Beləsi görünür. İkinci səhifədə aynıdır. Bura kitabın ortasıdır, yapışan yeridir. Görürük ki, su gəlibdir. Burada kamilən islanıbdır. Burada kitabı yapışdırıblar. Diqqət buyurun, bu bir tikədir, yapışıbdır. Ehtimalən bu da bir ayrı tikədir, yapışıbdır. Amma yox, bu tikəyə bənzəmir. Elə bu tikə yapışıb. Bunlar şeydirlər. İndi burada o birisi səhifədə gəlir, kitabın latincə bir adı yazıblar burada. Sonra Nisab-ı Türkü 1664. Cığatay vocabulary in verse. Bəs bu dil, kitabın dili də dil Cığatay türkçəsidir.
Cığatay və tarixi ehtimalən nüsxə olacaq, amma mən yazım tarix, boş qoyum yerin ki, nüsxə olsa yazarıq. 1646-da bu yazılıbdır. Əlbəttə bu tarixlə biz eləyə bilirik ki, çox rahatca indi çıxadaq tarixidə kitab neçə yüzyıl bundan qabaq yazıbdır. İndi 2026 deyirik. Əgər bundan çıxsaq 1646-nı bu kitab 380 il öncə yazılmış olar. Tamam. Bu da bu məlumatı feylən burada ələ gətirdik. Almanda saxlanır. Kitab yenə də burada diqqət eləsəz səhifələrin çürümağını görürük. Nisab-ı Türki Turan. Burada da Türki Turan kəlməsini əlavə etdi. Biz də bu Turanı burada yenə əlavə eləyək. Bu ikinci dəfədir yazını görürük. Yenə o 303 burada görsənir. Burada o Almanca harda saxlanır. EX Babilio nəminə o burada görsənir. Tablo vurublar. Kitabın o yüzündəki yazı, yəni bu yazılar o yüzdə görsənir. Bismillahirrahmanirrahim ilə başlanıbdır. Sözlərin hərəkətin qırmızı rəngindən qoyublar. Bu kitabı indi kiçiklədək ki, görsənsin və kəlmələrin altında T, bir çox kəlmənin altında T hərfin, böyük T, 2 nöqtəli T'nin hərfin ta sözü də, ta sözünün yazıblar, nöqtəsini qoyublar içinə, qırmızı xəttinə. Niyə bunu? Hətta bəzi yerdəki i yazılıbdır, 2 nöqtə qərə ilə qoyulubdur, onun da altına T, qırmızı T yazıblar, amma o qərə onun nöqtəsi olubdur. Bunu da yerdə görürük. Bunları sonra baxarıq, görürük niyə. Əcəba şeiridir, mənə gəlir ki, şeiridir. Burada da ola bilər ki, qırmızı xəttinə bir şey yazıblar, nədir, onu qeydib baxarıq. Kitabı davam edirik. Çox gözəl bir əl yazmadır, bunu deyək və şeirdirlər. Mənə belə gəlir ki, bunlar şeirlərdir yazıblar bu dildə, ərəb əlifbasını yazıb. Burada bir şey yazılıb, üstünə ehtimalən mən xətt görürəm, amma bu xətti uşaq çəkibdir. Bunu deyək ki, bu kitab bir uşağın əlinə düşübdir, götürüb onu kitabı xəttləyib, tutublar əlindən alıblar ki, daha çox xəttləməsin, qərələməsin kitabı. Sonki səhifədə nə gələcək, aşağıda onu da yazır. Baxın, hər bir vərağın ikinci tərəfində, məsələn, bunu baxın, dalı tərəfi, yəni birinci tərəfi budur. Orada yazmayıbdır, bunu biraz da kiçikləsək, yaxşı görsənər. Burada indi o birisi vəraq nə ilə başlayacaq, onu yazıbdır. Görürük ki, aynıdır. Kitabın içinə su gəlibdir, çürümağı başlayıbdır. Bəzi yerlər cırılıbdır, tərmim eləyiblər, onu qoymayıblar, kamil xarab olsun. Burada indi bir şey görürük, baxın, kitabın rəngi gedibdir. Elə bir ki, məsələn, bir ayrı rəng. Bu, görsədir ki, kitabın üstünə ahar çəkmişlər, ahar rəngi tökülür. Burada da onu görürük. Aynı davam edir. Bunlar aharlardır ki, tökülübdür. Məncə kitabdan ya da ki, bir ayrı rəng tökülübdür. Bəli, ayrı rəngdir. Ahar deyil. Çünki bu laça bənzir. Xanımların laçlarına ki, dırnaqlarına vururlar. Ona bənzir kimi bir rəng olur. Çünki kitabın rənginin üstü. Əgər ahar olsaydı, ehtimalən kitabın rəngi tökülməzdi. Görürük ki, hala davam edir bu. Kitabın biz, hər halda kitab qutardır. Burada kitab qutarır. Tarixini yazıbdır, o tarixi oxuyaq. 1000 کردم بیان انگاه شد من 1000 تمت تمام شد کار من لتام belə bir şey 1000 کردم 1000 کردم بیان یک به یک کردم بیان آنگاه شد من 1000 min 1000 birdə tamam olubdur ehtimalən. Mən belə görürəm. Əlbəttə üstü oxuyarıq ya üstdə bir şey yazıbdır. O tarix üstdədir. Üstdədir, bəli. Burada 1000 yazılıbdır, amma bu ondan sonradır.
Burada üstdə tarixləri görürük. Qeydib bunu oxuyaraq çoxlu tarixlər görürsəniz. Kitabın son səhifələrinə baxırıq və burada yenə də bir ədəd latincə yazılıbdır, tarixi qoyublar. Kitabın baş tərəfindən əksini salıb vərəqləri və cildi göstərir. Sonra ehtimalən ayaq tərəfindən əks salıbdır göstərir. Bəli, və indi də kitabın ağız tərəfindən açıbdır göstərir. Əksin və burada da biz kitabın Şirazə arxasını görürük ki, salim qalmağını göstərir ki, nə qədər məsələn çürümə haləti var, onu göstərir. Burada da kamil çürüyübdür və bu da sonda yenə bir adlı yazıblar. Qeydək kitabın əvvəlindən görək ki, bu Nəsabi Türki dedikləri ki, yazıbdır Cığatay türkcəsi iləndir, bizə nə deyir, hangi qonuda yazılıbdır? Bismillahirrahmanirrahim. İndi dedik, bu kəşf eləyəcək ki, əcəba bu musiqidir. Çünki bunların altında T vardı, ehtimalən musiqi ola bilər. Özü vəqanəst o təngri xuday. Aha, lüğətdir. Özü və ağa nəst. Özü dağa nəst o təngri xuday. Tanrı Allah'dır. O lüğətlər ki, türkcədir, onun altına T yazıbdır. Türkcə, T. T, yəni türkcə. Onları ki, yazmayıb. Məsələn, özü türkdür, ağa türkdür, nəst, əst ola bilər, dağan sözü, özü, dağan və təngri. Bunlar xuda. Ehtimalən bu üç dananın kəlməsi elə bir anlamı farsca dedikdə xuda olur. Özü, dağan oxuram, ola bilər ki, vağan olsun, təngri. Bunlar türkdür, xuday fars olacaqdır. Ki, yol, rah, yol, türkçədir, rah və gör, görsat, görsətçi, rəhnuma. Yol, rah, görsatçı, rahnuma. Görsatçı bir kəlmədir. Görsatçı bir kəlmədir. Yəni rahnuma. Yol görsədən, görsədici. Biz indi görsədici deyirik, amma görsətçü. Dəriq türkcədir. Dəriq ya dərnə, dəriq olacaq, cuy. Və su, abdi, tofraq, xaç. İndi bəlli oldu, bu telər musiqi də deyil. Sadəcə türk lüğətinin altında bilaq ki, bu türkdür. Ərq, cuy, arx. Ehtimalən bu mən əriq yazıla bilər. Əriq ya ərq, cuy. Su, ab, tofraq, xaç. Bulut, əbrü, gök, asman, yer, cay. Yer, cay farsça yerdir. Boyun yazılıbdır. Mən boyun, gərdən sözü gəlir. Boyun, gərdən. Tiban, paşnə, daban. Tiban, daban. Dığa çevrilir. Hala biz bunu işlədirik. Diban, paşnə, qıl, bekun. Qıl sözü türk anlamında burada işlətmir. Məsələn, biz indi namaz qılıram işlədirik. Namazda qılmaq sözünü işlədirik. Ya deyirik ki, namazını qıl. Ondan sonra çox yerdə işlətmirik təəssüflə bu feili. İbadətə məxsus olubdur qılmaq sözü. Amma əslində bu da eldir. İşivi gör. Yəni işivi gör deyirik ki, gör yəni gör. Bu iş deyil ki, amma qıl yəni o işi gör, o işi işlə. Biz indi gör kəlməsini işlədirik Azərbaycanda. İşiv gör. O halda ki, bunu deyək, işivi qılğıl məsələn. Qılğıl desək, işivi gör. Qılğıl təkiddir məncə. Belə gəlir ki, qılğıl 2 dəfə o
Hətmən işivi görcünə. Bu işivi yapcınə. Türkiyədə yapmaq deyirlər. Bu da cəlibdir. Əmək bu da əlbəttə dəstu. İndi burada mimi var. Əmik dəst yazıbdır. Biz əl deyirik. Ehtimalən bu əmək sözü də buradan gələr. Ki işləməkdir. Yəni əl ilə zəhmət çəkirik, əməkli də deyirlər. Yəni o adam ki işləyib zəhmət çəkibdi, bir zəhmətinə indi bir şey alır. Əmək, əmik, əl. Bub, bud, biz indi bud deyirik. Bu sözü dala çevrilə bilir, necə ki t çevrilə bilir. Bud indi deyirik. Bunlar bran, bub, ran, ayaq, pay. Ayaq است pay. Ayaq, pay. Qətim ya fətim, nəx. Qat, qatma, qətim. Qətim, qatma biz deyirik indi. Nəx, qətim. İpak, əbrişəm, ipak, ipək. İpak, ipək, əbrişəm. Bağ, bağ. Bağça yox, bağça yox. Bağ biz bir şeyi ki bağlırıq bir şeylə ona bağ deyirik. Məsələn deyirik ki feilin istədim. Filan şeyi bağladın, o dəstəni bağla. Kitabı bağla. O şey ki eləyə bilək bir şeylə bağlayaq ya bir ip ilə filandan ona bağ deyirik. Onun özünə bağ deyirik. Tuman bağı məsələn. Yazma düşənlərdə. O birisi səhifədə ləcəndə yazır. Ləyəndə, ləcən, ləcən, ləyən. Ləcəndə qatıq ya qayıq, tun, nu, qayıq, qabıq, üzrə, qabıq, qabıq, ağac qabığı ya bədənin qabığı, biz buna qabıq deyirik. Tun, qaba, gil, ay. Gil, ehtimalən bu qaba şey olacaqdır. Ehtimalən onun mənasıdır. Bu tun sözünün. Ehtimalən bu iki dənə kəlmənin mənası qəbadır. Qabıq, o paltar şicirlər ona ehtimalən qabıq deyilir. Tun, yenə də ona deyirlər qəba. O şey ki bu günlərdə qəba deyirlər ona. Ki bilirsiniz, türklər də bir zaman uzun paltar giyirmişlər. Çünki soyuq olurmuş. İndi də ona palto falan deyirlər. O ayağacan təqribən uzanırdı. Ona qaba, ərəbcə qəba deyirlər. Onun türkcəsi ehtimalən qabıq ya tun olmuş olsun. Bu iki kəlmədən. Gil ehtimalən ay mənasında işlənən bir kəlmədir. Kildir ya gildir. Bilmirəm nə cür oxunacaqdır. Bud, bay. Bay, həman bəy sözü olmalıdır. Maldar. Bəylər o adamdır ki, pulları var, sərvətləri çoxdur. Bir kasıb var, fəqir var, bir də bəy var. Bizim də kətlərdə bəy və xan var idi ki, bunlar pulludular. Ya pullu xandır, ondan sonra bəydir, ondan sonra da aşağıda gələn rəiyyətdir. Ona görə belə bir kəlmə işlə. Bay, maldar və tuq, toqdakı toxdur. Toq, sir, sirdan da yazıb əlbəttə. Sirdan. Digər ac var, arıq. Ac, acdır, arıq da arıqdır. Gürüsnə, gəday. İndi bu ehtimalən arıq sözü həm arıq anlamında gəlir, həm də dilənçi anlamında gəlir. Gəday. Ac, gürüsnə, gəday, arıq ola bilər. Bunlar. Gözəl. Bu kitabı indi kəşf elədik üst-üstə. Burada bir şeir kimi bir şey yazıbdır. Buracan bilmirdik nədir. İndi bilirik ki, bu Be bəhri məhəbbət. İndi burasını oxuya bilmirəm. Ehtimalən farscadır. Be bəhri məhəbbət irsali
اهل زروی نیاز به بحر محبت ارسالی زروی نیاز بگو بقیه بر نور مصطفی صلوات. Ehtimalən farsça bir şeydir bu. Şeirlər yazıbdır farsça. Kitabı gördük, lüğətdir. Belə bir şey. Yenə burada qırmızı bir yazı ilə yenə bir şey. Ya vaqif az bəhr rəml gər nistim bilmirəm, oxuya bilmirəm ki, o nə oxunacaq da orada bir şin yazılıbdır. Əcəba o şıdır nədir? İnqədər şeir mən موزون بی شاعران معتبر. Belə bir şeir görürük. Gözəl xətti var. İnsafən xətt gözəl yazılıbdır. Onun şəkki yoxdur. Lüğətdir. Məndə lüğət ilə lüğət aram yoxdur. Təəssüflə. Kitabın gedək axirində tarixləri görürük. Tarixlər nə idi? Onlara bir baxaq, qeydaq. Başqa bir kitaba baxaq. Əl-Qit'ətül Uxra. Görək bu Qit'ə-i Uxrada nələr yazıbdır. Önüş, bəxş, bölüş olacaq. Önüş. Ölüş, ehtimalən bölüş yanı, bəxş. Olaş, qismət. Oluş, oluş, bəxş, olaş, qismət. Düyü, gözərdi, did. Dəvid. Gördü, did, Dəvid yazıbdı, amma ehtimalən did olacaqdı. Gördü. Bila və bir ka. Bila və bir ka çe ba həm. Bila və bir kaçə ba həm anlamındadır. Ba ya puşti hafid. Nə deməkdir bilmirəm. Puşti. Qit'i axirdə girək. Burada iki səfhədə bir şeylər nə yazıbdır? 1 yek, 2 do, 3 se. Yaş və 4 çahar. Ehtimalən baş olacaqdır. Yaş ya yan, bilmirəm hər nə mənə. O yazmayıb altında T. 4 çahar. 5 5 və 6 6 və 7 7 7. Əndər şumar. Şeir ilə yazıb bunları. Mən indi o şeir haləti ilə oxumadığım üçün. 8 8 است و 9 9 bu da ol هست 10 10 da هست 10 şud 20 20 30 ra kendisi si etibar 30 da oldu kendisi si etibar 40 اگر گویند باشد تل آنون 50 تا ayının bu nə mənə deməkdir? 50 yazıb məsələn. Elin 50 elin 50 50 تا 60 60 است و 70 را بگو 70 بار 80 80 باش 90 یعنی 90 100 100 200 200 هست 200 200 200 هوشدار. O birisi səfhədə 300 300 است و 400 400 farsılaşdırıb 300 300 است و 400 400 500 هست 500 در حساب روزگار 600 600 است و 700 700 هست 800 800 800 چون کنی تو در شمار
گر کنی میزان 900 100 باشد 900 900 باشد 900 است. بین کردم یک بین کردم بیان آنگاه شد min 1000. Ben min yazdım o böylesi bir şey tarih değilmiş. Ben dedim bu tarih olacak. Tarih değilmiş buna ama hardan o tarih getiripler yazıblar. Cəlibdir bunlar kitabın üzerinde 1646'nı yazıblar. Hem de neçə yerdə yazıblar. Bunu hardan tapıblar ki bu kitab o zamanda yazılıbdır. Ehtimalən biz kitabın əvvəlindən oxumadıq. Bəlkə bunun yəni deyirəm bütününü oxumadıq. Deyirəm əvvəlindən oxumadıq, səhv elədim. Baxın yenə burada 1646'nı yazıblar. Burada yenə yazıblar 1646. Ola bilər bu 1646'da kitab onların əlinə yetişdiyi tarixi qoyublar. Ola bilər ki, mən bu hədsi vururam. Kitabın özündə tarix tapa bilmədim. Mən oxudum. Tamam şud karı mən. Ehtimalən belə bir şey. Və buranı da oxuduq. Ehtimalən ya kitabın içində bir yerdə yazıbdı o ədədi ki, məncə yazmayıbdı. Qət'ətül axər. Əl-qət'ətül axər. Yenə qaldı belə bir şey. Bir ayrı qətə. Nəinki son qətə. Əl-qət'ətül uxa. Qar yadı və tişlədi və qapdı, gəzid. Marmadı, tişlədi. Qarmadı ehtimal olacaq. Ya qarmadı, tişlədi və qapdı, gəzid. Mən bu kitabı ehtimal verirəm. Ehtimalı mənim budur. Çünki oxumadığım üçün, lüğət olduğu üçün çox diqqətlə bunu oxumadıq. Bu kitabı adam ehtimalən əvvəldən axıra oxusa, ehtimalən bir yerdə lüğət deməyə tarix deyə. Məsələn, yazı sözü gələndə, deyək ki, bu yazı bu tarixdə yazılır. Ya tarix sözü gələndə kitabın o tarixini gətirə deyə. Amma mənə ondan çox şey gələn budur. Ki, bu kitab o zamana tarixi o zamana qoyulubdur ki, qonu lüğətdir, qonu Türkcə sözlüklərin farscası. Yəni burada əsli türkcədir, Cüğatay türkcəsidir və farsca onu məni eləmək üçün yazılıbdır. Türkcə-farsca kitab lüğətnamədir. Mənim nəzərimə gəlir ki, bu tarix ki, burada qoyulubdur, bu kitabın alınma tarixidir. Amma ən yaxşısı bir şeydir ki, indi buradan mən bu kitabın əvvəlində alman, bunu yekəldaq, beləsi əks salaq bundan. Həm də o qabaqçı kitabdan da əks salmalıyıq ki, görək. Burada bunlar əks salaq, görək, bu nə deyəcəkdir? Bu birinci səhifədir. Buranı işimiz olmasın. Bir də burada bir Springer belə bir şey yazılıbdır. Nəsabi Türki. Burada bu səhifədən də adını qoyaq. Burada yenə Nəsabi Türki yazılıbdır. 3. Burada əksin, birinci səhifənin əksini saldıq. Burada belə bir şeirin əksini saldıq. Kitabın cırılmasını zaten burada gördük. Yəni Allah bu almanlara hər kəs bu kitabı alıbdır, saxlayıbdır və düzəldibdir, qoymubdur xarab olsun, yapışdırıbdır, rəhmət eyləsin, ruhları şad olsun ki bu kitabı bizim üçün saxlayıblar. Kitabın tarixi bəllidir, amma mənim nəzərimə yenə də təkrar edirəm bunu ki bu kitab
Ayrı-ayrı mən bunların hərçəsən indi zehnimə düşür, ayrı-ayrı yazsam daha yaxşı olar. Görüm ki, nə qəddi bunun üstündə işləyirik. 1 saat 20 dəqiqədir. Üçüncü kitaba baxaq, görək bu üçüncü kitab nədir? Üçüncü kitabın adını PDF-də də yazmayıblar. Sadəcə yazıbdır ki, o da şeyə rəbti yoxdur, heç də kitaba rəbti yoxdur. 6 səhifədən ibarət bir kitabdır. Bu 6 səfərlik bir kitabdır və çox da Cenabul əksi var bunun və bu kitab gördüyünüz kimi səhifəyə yerləşmir. İndi buna bir şey diqqət buyurun. Burada 6 səhifə görürük. Mən görüm bunu, bəli, 6 səhifə indi 3, 4, 5, 6 qutardı. Bir də qeydirəm, baxın, 5, amma indi sizə bir şey göstərəcəm. 4, 3, 2, 1, gəldi bura. İndi diqqət buyurun, bu kitabın üstündə səhifələrin nömrələrə baxaq. Sonralar bu kitaba nömrə qoyulubdur. Bir dənə burada 58 görürük, nömrə. Bir dənə burada 56 görürük. Bunlar bir-birlərinə yaxındırlar. Üstdə bir dənə 26 görürük. Kitabın çürüyən yerində bir dənə 26 görürük. Aşağıda kitabın yazısının o 58-in üstünə və yazının üstünə 324 görürük. Burada 4 dənə ədəd görürük. Əlbəttə bir dənə burada 70 neçə görsənir, amma o yaxşı görsənmədiyi üçün onu hesablamırıq. Kitabın yazısı ruznamə sütunu kimi yazılıbdır. 1, 2, 3, 4 sütunda. Bir dənə xətt beləsi yazılıb. Ehtimalən ki, elə sütunla gəlibdir. Yox, sütunla gəlibdir. 3 dənə sütun. Üstdə 4 sütundur, aşağıda 3 sütundur. Devam edir. Ortada bir failatun failun var. Şeirdir bu ehtimalən kitab ya şeiri tozih vermək üçün yazılıbdır. Şeir deyil. Tozih vermək üçün mətni beləsi yazıblar. Burada aşağıda yenə 3 sütundur. Ehtimalən burada 1, 2, 3, 4 sütuna çevrilir. Təmmətin nisab-ı Türkiyə min kəlami Mirzə Abdullah ibn Kəşani. Bu kitab buracan 324 səhifə olsa, 324 səhifədə bir dənə kitab qutarıbdır ki, adı Mirzə Abdullah Kəşani yazıbdır. Nisab-ı Türkiyə min kəlami Mirzə Abdullah ibn Kəşani. Kitabın adı Nisab-ı Türkiyədir və Mirzə Abdullah Kəşaninin oğlu yazıbdır. Bu burada qutarıbdır. İndi ya bu 58 səhifəyi də qutarıbdır, ya 56 səhifədə qutarıbdır, bilmirik. Ya da 324 səhifədə. Bu beləsi gəlir. İndi bunu o birisi səhifədə görürük. Ondan sonra bu ayrı kitab başlanır. Bismillahirrahmanirrahim ilə buradan başlanır. Yenə də bu Nəssab-ı Türkidir. Bu nəzərə gələr. Amma baxarıq gördük nədir? Burada 59-a keçdi. Yəni diqqət buyurun. Burada 58 şumarəni vurmuşlar. Bunu diqqət eləyək. Burada 59-cuya keçdi. Ən azından bunun 57 səhifəsi, yəni 20, burada yazıb 26. Diqqət buyurun, 26. Yəni 25 vəraq düşübdür. Bu 26-cı vəraqdır. Kitabın əvvəlində 25 vəraq varmış, yəni 57 vəraq varmış ki, o düşüb gedibdir. Cildi gedibdir. Onlar cürüblər, aradan gediblər. Burada da bir cırılmasını da görürük, kitabın ortası cırılıb da. Bundan izafi kiçikləşmir ki, görsədəm səhifəni. Burada 59-a keçir və qəti əvvəl dərbab-ı təvhid fi bəhr el-təqarüb. Bu da musiqidir. Musiqi haqqında qəti dövvüm dərbab-ı nə'ti peyğəmbər fil bəhr el-məhəbbət ya el-müçtətid ya müçtəs, belə bir şeydir. Bilmirəm nə deməkdir. Şeiridir bunlar, zahirən ki, beləsi. Qəti sevum dərvəs və xəttu xal an vəhşi qərran hüsnü cəmal. Bu da onun haqqındadır. Qəti çaharım dərvəs və mehrimahi və ərkan dövlət padişah. Qəti pəncum dərməti şah din, şah şirbişe 50 Mirzə İsa. Bu da bunun haqqında. Qəti şum dərbabi. İndi 59-cu səhifənin üstə gördük, bu 60-cı vərağa gəldik. Bunları sonra yazıblar. Amma burada 58-i və 261-i də görürük. Diqqət buyurun. O üstdəki vəraq, diqqət buyurun. Burada 260-ı gördük. Mən 26 oxumuşam. 260 imiş. Bu bir kitabda 260-cı vəraq imiş.
260 vərağın 259 vərağı düşübdü əvvəldə. Biz indi 200 vəraq düşüb ha, səfə yox. Çünki onu 2-yə baxacağıq. Baxın bu səfə birinci səfəsidir, ikinci səfəsi budur. Baxın bu ikinci səfəsidir, ehtiyacı yoxdur bunun üstündə yazsın. İkinci vəraq başlayanda 261-ə keçdi. Bu 261 260 səfə 259 vəraq bu kitabdan düşübdür. Biri bu. Bu kitabın əvvəlindən 259 vərəq, yəni 518 səfə düşüb, itib. Tamam, düşüb itibdir. Bunu kəşf elədik. Bu səfənin, bu kitabın ki 6 səfəsi qalır, 6 vərağı. 6 səfəsi üzrə, 6 səfə qalır, 3 vəraq qalır. 3 vəraq qalır. Bunun əvvəlindən və axirindən ehtimalən düşübdür, axiri də. Ortada da yox. İndi bir yerdə bunun neçə səfəsi qalır. Çox cəlib bir şey. Bu 261-dir. Ehtimalən buna diqqət buyursaq gedirik aşağıya. Burada 325 də yazılıb tazaşdan. Buna da diqqət eləməlidir. Qeyd edirəm ki, əvvəlki vərağa qeydəndə burada 324 yazılıbdır. Bu da bir vəraqdır. Ehtimalən bu da vəraqlardır. Yenə də baxın ən aşağısı 260 vəraqmış bir zaman. Beləsi deyək. Bir zaman bu kitab 324 vəraq imiş. Bura gələndə. Yəni 323 vərağı itmişmiş. Bu da bir ehtimalın biri də budur ki 323 vəraq itmiş. Ki onlar 646 səfə. Bu birdir. İkincisi budur. Üçüncüsü bu əlimizdə qalan 6 səfədir. Üçüncüsü də 56 vurubdur burada. İndi 56-nın görək davamı var ya yox. O istirdim bunu görək. Bu da 58. Bu səfə imiş, qalan səfə. Kitabın başına çox oyun gəlibdir. Bu adamlar hər kəsin əlinə düşübdir. Orada biraz səfə aradan gedibdir, davam eləyibdir. Burada 61-ə gəldik və kitab demək olar ki, baxın 262 yenə vəraqdır və qutardı kitab. Demək olar ki, burada da 62 gördük. Kitab 3 cürə nömrə yeyibdir, 4 cürə əslində nömrə yeyibdir. 4-dən 4 mərhələdə. Ən son mərhələ bu hər kəsin əlində imiş, bəllidir bir kitabxanada 58 nömrə vurmuşmuş. 58-ci səfədən. Niyə bunun əvvəli yoxdur kitabxanada ki, modern şeylə nömrə vuranlarla vurubdur, bəllidir bu. Həm də ehtimalən İrandır. Çünki ya da Osmanlı da ola bilər, Osmanlı dövründə əgər bu olsa. Amma sonra yenə də vəraq itibdir, 56-ya yenibdir, sonra kitabın başına çox oyun gəlib. Bu kitabın başına çox oyun gəlibdir. Bu bəlkə də sansurlar belə eləyiblər. Yəni. Bu ehtimalən kitabın tamamı. Bəli, axirdə tamam qoyubdur. در تمام سخن و در اتمام سخن و تاریخ یادبود کهن. صد شکر این نظم به انجام رسید. صد şükür ki این نظم به انجام رسید. Şükür olsun, 100 şükür olsun ki bu qutardı. Bunu tarix qoyaq içəriyə tərəf aparaq bu kitabın başının qəziyyəsi çox olubdu, heyif olubdu. Bunun içəri tərəfdə görək nə yazılır. Burada da çox gözəl bir şey gördüm. Səd şükür ki in nəzm به انجام رسید و از درد علی شیر به من جام رسید. و از درد علی شیر به من جام رسید. در 965 کردم بنیاد. در 965 هارا جدی. در 965
65 هجری کردم بنیاد در 970 به اتمام رسید. Başlamağı başlamak budi itmam در 970 به اتمام رسید. Kitabın bu şeirin hamısını burada yazıram. Sad şükr ki in nazm به انجام رسید و از درد علیشیر به من جام رسید. Əlişir Nəvaiyə işarə edir. Əlişir Nəvaidən deyib bu mənə bir cam kimi gəldi yetişir, amma Əlişir Nəvai 906-da ölübdür. Əgər səhv eləmirsəm. در 906 در 965 کردم بنیاد در 975 il çəkibdir. 70 به اتمام رسید. Kitabın əsl tarixi ilə bu yuduşu tapdıq. İndi əlbəttə bu çoxdur, vəli bunu oxumalıyıq. Bu kitabın başının qəzalı qədəri çoxdur. Gedək əvvəldən baxaq, bunu biraz oradan buradan oxuyaq. Gələk axiri önəmlidir bizim üçün, çünki axirdə bir şeylər qalıbdır. Çöldü benişəst. Çöldü beneşti. Tilandı tələbid. Yaqdı xəsbid ehtimalən. Yatdı həman. Yaqdı xosbid olar ehtimal olacaqdır. Yuqlədi. Xosbid yuqlədi. Tələbid bir də tilandı tələbid. Yaqdı məmulən yaxdı, yəni yandırmaqdır. Amma burada xosbid kimi bir şey görürəm, yəni yatdı. Ola bilər ki, olsun. Və yuqlədi yatdı. Yaqdı yandırmaq olacaqdır. Amma ola bilər də ki, xosbid olsun, yəni yatdı. Yuqlədi xabid. Yıqdı əfgəndo. Pəs yıqdı fitad. Yıqdı da افتاد. Yıkıldı üstüm. Yıkıldı yəni افتاد. Düşdü. Ahmet فرود و çəkdi keşid. Görürük ki, belə bir lüğətdir. Devam edir şeir iləndir. Mən bunu oxudum 4 dana. İndi aşağıda görürük ki, bu 3 dana ilə nə cür deyibdir. Bir qət'ə yazıb əlbəttə. Ona görə bu qət'əni 3 dana eləyibdir. Qət'ə tazışdan bir ayrı qət'ə şeir ilə bunu bir onlara misal gətirib ehtimalı. Görürük nə yazıb? Qət'ə. Qızan digo ən idiş افهدو نیش یتیشی چو طبق باشد ایاقچه کاسه ایاقچه چاسه ایاقچه çase azuk tuşe azuk tuşe olacak peymane olçak ihtimalen olçak ölçek hemen ölçak peymane ne ilak bir ve ilak پیرو بزن اوسلاغو است بتراش. Tamam, görürsünüz ki, mən oxuya bilmədim. Şeirdə fəaliyyatın üzrə bir şeirlər yazılıbdır. Bu orada qutardı, amma bunun bir tarixi görək varıdır. Bunun təmmət nisab-ı Türkiyə min kəlami mizabə. Bunu görək ki, nədir? Qoqmaq است muteraşiden, qırqmaq olacaqdır. Qırqmaq, muteraşiden. Gülmə, keşi muy. Yolmə, keşi muy kendi şude. Yekser. Yolmə haman. Yolmə, keşi muy. Yolməkeş. Yolməkeş muy kendi şude. Yolməkeş, yolmalıq ehtimalən.
تو نقدی bir bəstə şüd o şimdi çok savadlı insanlar imişler bunlar. Qıl o tük موی قل و تک موی و دیونگ باشد پر دیونگ düyün biz deyirik indi əlbəttə amma ola bilər ki bu qələt oxuram düyünگ باشد پر قوشچی باشد کاروان ikinci باشد oxuya bilmədim aç باشد گرسنه و tok سیر yat رود است یا زود است yat uzak چه باشد دور پس göngül siz بود و کسی بیدل göngüllük baküngçülük است دلپر göngüllük ya göngülçək است دلپر burada qurtarır, o birisi başlayır. Bunu başlayaq ki, bu sondakıdır. Bunun fəqət əvvəlindən görək nə yazıb. Bismillahirrahmanirrahim. Bəd əz həmd və sipas. Burada iki kitabdan ibarətdir. Yəni çoxlu kitablar ehtimalən ola bilər. Bunu da burada əlavə eləyək ki, birinci səhifədə təmmət النصاب التركية تركية من كلام میرزا Abdullah ibn Keşani. Bu birincisi burada kurtarır. İkincisi başlar. Bu ikincisi burada elə ikinci bölüm ya kitap bölüm ya da kitap ya kitap birinci səfhənin son sətirlərində başlar. Tamam, beləsi yazıq. Bismillahirrahmanirrahim. Bəd əz həmd və sipas ایزد دادارین و درود خواجه کونین مفتوح به بسم کتاب نصاب و ممدوح به اسم نواب کامیاب خلد الله ملک. kitabın adı budur. بعد از حمد و سپاس ایزد دارین و درود قurtardı. درود خواجه کونین Allah'ı biləsi gətirdi. Meftuh bu kitap açılan. Be ismi kitabın adı bunun adı. Be ismi kitabı Nesab ve Memduh. Kitabı Nesab ve Memduh be ismi Nevvab. Memduh kimdir? O adam ki Nevvabdır hər kəsdir onun adına. Kamyab xəllədə mülkü beyt. سحر زنج ظلمت پاشد این چرخ ظلماتی هویدا شد ز انوار تجلی ظل سبحانی bir برآمد از افق ماهی گل کی قدری ملک رایی که میتابد ز انوار رخش فر سلیمانی مدار دین و دولت شهریار کشور ارغون ارغونشاه adında bir adam var idi. Məhəmməd Mirza İsa Bəhadurxan. Keşver Ergun Məhəmməd Mirza İsa Məhəmməd Mirza İsa Bəhadurxan bir xani amma بعد
اما بعد خفی نماند نزد دبیران صایب تدبیر، سراچی کهن و منشیان جوانبخت روشن ضمیر بلند پایه سخن چه ضمیر بلند پایه سخن چه داستان است دیرین، داستانی است دیرین در بیان دانستن بین و مشتری طلعتشان یخ در danıştan زبان ترکان Çin و Maçin. Dikkat buyurun. Çok önemli sözdür. Muhammed Mirza İsa Bahadur Xan bir xani yerxanı ola bilər. Yerxanı زبان ترکان. اما بعد مخفی نماند نزد دبیران صاحب تدبیر سراچه کهن و منشیان جوانبخت روشن ضمیر بلند پای سخن چه داستانی است دیرین در بیان دانستن زبان ترکان چین و ماتین. Türk dili Çin و Maçinin dilidir. Zaban Türkani, elbette demir Türk fakat Çin'de fakat ve Maçin'de fakat Türkler var. Deyir ki Türkan Çin و Maçinin dili. Ölməyi bir qədimi dastandır kimlərin arasında? Bir də dedi buranı məxfi nəmanəd. نزد دبیران صاحب تدبیر سراچه کهن و منشیان جوانبخت روشن ضمیر بلند پای سخن چه داستانی است دیرین در بیان دانستن زبان ترکان چین و ماچین شهریاران عرصه میدان چین کشورگشای مسندنشین و بوستانی است رنجین بدر یافتن الفاظ ماچگان خردمند خردبین و müşteri tələtan zöhrü cəbin. Çox əcib deyir Türkləri, çox burada tərif edir ki, Türklərin dili Çin و Maçində yaşayan Türklərin dili. Şəhriyaran ərsiyə meydan Çin keşvergüşay məsnədnişin. Kimin dili? Şəhriyarların dilidir. Ki keşvergüşadılar və məsnədnişin üstə oturanlardılar. Və bustani ist rəncin. Bir bostandır ki, çox rəhlidir. Bədr yaftəni الفاظ نه چون به دریافتن یا بدر یافتن الفاظ پاچگانی با ماچگان خردمند. ماچگان احتمالاً ağıllı insanlar hərləri olardı. Xordebin kiçik şeyləri çox riz, çox zərif şeyləri görənlərin xordebin bu anlamda deyil ki, kiçik. Xordə yəni hər şey ki çox əzilə kiçik olar, riz, zərrə. Biz bu xordə ərəbcəsi zərrədir. Zərrəbin yəni zərrələri görən, kiçikləri, riz şeyləri görən, bu elə özü ədəbi bir sözdür. Yəni bunu kiçiyə deyəndə çox pis məna verir, amma zərrəbin yəni mikroskopik baxan insanlar. Beləsi desəm elmi dildə beləsi olar. Bir mikroskopik baxan insanlar və müşteri tələtan. Müşteri göydə bir şeydir. Onlar ki, müşteri savaş, əgər səhv eləmirsəm, Merrix savaşdır, müşteri bilmirəm nədir. O cür bir taliləri vardı bunların. Zöhrü cəbin, ayınları da zöhrü cəbindir. Alınları, zöhrə də bir ayrı, gəndə o dedim məsələn Merrix savaşınçı deyil, nə bilim indi zöhrə nəyinçidir, beləsi. Və nüktəribayan suxansənci sehrafərin. Onlar ki, nüktəribayandırlar, nüktələri sözün içindən sözü seçib çıxada bilərlər. Və suxansənc sözləri də ölçə bilərlər. Yəni, məsələn, şairlər, filsuflar, bu cür insanlar ki, eləyə bilirlər bunları bilsinə, onlar suxan afərin, özləri də söz yaradandılar. Bunlar beyt, nəsab-i Türki az bəhr-i səmə camian qoftəm. Qulaq asanlar üçün, onlar ki, yazı pozu bilmirlər. Onlar üçün yazdım ki, yazı pozu bilmirlər, fəqət qulaq yolu ilə örgəşirlər. Bir də, nəsab-i Türki az bəhr-i səmə camian qoftəm. Qulaq asanların cəmi üçün dedim, nisab-ı Türki. در دریای ترکی دا به الماس سخن سفتم. Dəryayı Türkidə, Türki dəryasında bir elmasla sözün için açdım. Der dəryayı Türki
را به الماس سخن softəm. Suxan softəm, yəni elə bir ki, elmasla gərək bir şeyi kəsəsən, için axtarasan, ya dələsən, için axtarasan, çox möhkəm bir şeyin. Türk dili çox möhkəm bir şeydir, o amma bir dənizdir. O dənizin içində mən bir elmasından bir şeyin için açdım. تا متکلمان بیشه شجاعت که به عنوان ترکی مغرورند تا şücaət çölünün bişə o yer ki orada heyvanlar, vəhşi heyvanlar yaşırlar. Deyir ki ta o vəhşi heyvanlar meydanına yaşayan girən insanların qorxmayan, yəni qorxmaz insanların dili ki türkidir, məğrurdular türkülüklarına. Ta mütəkəlliman bişə şücaət çölündə danışanlar ki be ünvan Türkçe adıyla məğrurənd, türkçülüklarına məğrurdular və tutiyan Şəkəristan, şəkər məmləkətinin tutiləri fəsahət, bir də belə düz oxusam bunu, və tutiyan Şəkəristan fəsahət ki پریان مشهور با یکدیگر تکلم و ترنم نمایند. deyir ki Şəkəristan, fəsahət Şəkəristanın, fəsahət yəni çox yaxşı və gözəl danışanların tutiləri, Şəkəristan tutiləri, yəni bunları şəkəri, zahirən qədim tuti şəkər yiyərmiş. Məsələ indi də verəndə yiyir, hər nə versən yiyir. Onu deyir ki, yəni o məmləkətin danışanları məşhur با یکدیگر تکلم و ترنم که bir-birləri ilə məşhurdur ki bir-birləri ilə danışanda qailə cani این ملک شاه خراسانی قائله جانی و این ملک شاه خراسانی قائله yəni danışan, candan danışan ve mülk Xurasanın şahı el-ma'ruf be təcrid və qələndəri, ma'rufdular təcridə və qələndəriyə, el-məşhur be təqlid şah bəndəri, şah bəndəri də məşhurdular ki şah bəndərə, bu məşhurdur bu adam. El-ma'ruf kimdir? Bu kitab çox önəmlidir. El-ma'rufi المعروف به تجرید و قلندری، به تجرید و قلندری و المشهور به تقلید شاه بندری. Şah bəndəri. İhtimalən bu bir şeylər bizə deyir, amma mən anlamıram. İndi burada bu nəyi göstərdir? Bunu göstərdir ki, mən o nəməliydi, əlfaz çəkan xirədməndi xordə beyni müştəriyan tərəfi, mən onlardan deyiləm. Yəni, çünki sözün içindən süfdə edib çıxıda bilmirəm. امید آن است که صرافان بازار معانی و غواصان محیط سخندانی به ایراد و ایجاد او نکوشند. دیر gəlib burada ایراد ایجاد tutmayələr و اگر سهو یا خطایی رفته باشد به خلعت اصلاح و عفو بپوشند. Xələt paltarın, islah və əff paltarın giydirsinlər buna. Eyb tutmasınlar, paltar giydirsinlər. و نیز واضح و لایح باد که این نامراد بی استعداد özünə deyir ki, نامراد بی استعداد ömri از بسیاری تفکر و تصور سر بر زانوی تحیر می نهاد. Bir ömür başını təsəvvür edirdim, təfəkkür edirdim və başımı qoyurdum heyrət dizinin üstünə ki nəhad və az şəhristan xirəd sər be səhray cünun zədi. Ağıllıq şəhərindən dəlilik çöllərinə baş qoydum. در vadi xiyal می افتاد. Xiyal çölündə düşürdüm və çün girdibad və yel kimi sərasime تور بر اطراف کوه و دشت می گشت. سراشیمه تور dağdır. Quranda onu gətirib burada işlədibdir. Sərasime dağ و کوه و دشت می گشت. Dağların və çöllərin dövrəsinə dolanırdım. Sərasime yəni
hərasان qaçan sərasimə deyək ki, həm qorxu, həm də həyəcanla qaçan. Ta surət in nusxə delfərib, ta bu yazılmış bu ürəkləri uğurlayan, ələ gətirən nüsxənin ki ibarət az nəssab-ı türki است, bər səfhə xatir nəqş bəst. Ta ki bu bir belə fikirləşəndən sonra falan bu gəldi ki, mən nəssab-ı türki yazım. Kitabın adı Nəssab-ı Türkidir bəs. Nəssab-ı Türki bər səfhə xatir nəqş bəst. Elhamdülillah və ba توفیق və billah və bi توفیق billah və Allahın tövfiqi ilə. Qətiyə əvvəl در باب توفیق فی بحر التجارب. Mən bunları bilmədiyim üçün şeir kimi oxumayacağam. چو دو در تقارب نهد روزگار بر آرد ز تقطیع وزنش دمار. چه لافی ز علمی که از کند او یا کت او نداند کسی غیر پروردگار. از کنه او چه لافی ز علمی که از کنه او نداند کسی غیر پروردگار. ایزی و آقا نست و تنگری خدای. ایزی و آقا تنگری خدای. ایزی احتمالا ایزد kimi bir şey olacaktı. İzi ağa. Nəstu Təngri Xuda yürür yol. Görsat gücü rəhnumay. Görsat gücü rəhnumay. Arıq cuy. Ərik həman cuy o. Su ab o toprak xaç. Bulut əbr o göc asman o yer cay. Şeir şeklində bunları bir-birini deyibdi. Əlbəttə bunlar şeydir. Yəni mən oxuya bilmirəm. Bunlar bir musiqi bəhrində yazılıbdır. Mən o musiqi bəhrilərin, havaların bilmədiyim üçün oxuya bilmirəm. Bunlardan geçək, lüğətdir. Gedək sözün son bölümünə və o son bölümündə görək ki, bizim üçün nə yazıbdır? Bu axirdə. Tərtibi قطعه 22 در وصف آن شهسواران میدان زوار کاروار و اسپان تازی نژادی راهدار. ای خسرو زمانه و ای شاه چامچار، یک لحظه بر فسانه من گوش هوش دار. چون شاعران دهرینم مفتخر به شعر، چون شاعران دهرینم مفتخر به شعر، دارم به خاک پای تو صد گونه افتخار. yer gök döndə است و gülük است روزگار. yer gök o döndə است و gülük است روزدار. یرتاق لکه باشد یرغه است و راهوار. یرتاق لکه باشد و یرتاقلuk چه باشد و یرغه است راهوار. Bu redi sekenderi بود و ülküce cist xeyr bilmirəm. Bunları oxuya bilmirəm. Eylədim. Mən lüğət bilmədiyim üçün bunları anlamıram. Yəni در بیان 12 سال türkçe ki مدار hesab است. O 12 dana ilki vardı Türkçe, onu yazır. Sıçqan və audio qılan ange dü ta bilmədim. Taşqan. Burada da illərin adını yazıbdı. Mən Sıçqan, odi, qılan. Anki bu et demənə Taşqan, davışqan həmən tavışqan. Zan çağır çün güzəşti لبی یل چوی یلان آن است و بعد از آن گوی میمون و تاووق از پی ایت است و تا بدانی تو نغوز در آخر آن. در ترتیب 12 برج حمل و سور بعد از آن جوزا است جوزاست. سرطان شد
چون به میزان و əqrəb آمد قوس cəd و dəlbəstə hut آخر hək. Bunları adları bilmədiyim üçün çox oxuya bilmirəm, baş tapmıram. Yəni در وصف شاهزاده های نامدار کامکاران شاه عالی تبار. Buradan bu bizə ehtimalən bizə kitabda hangi zaman yazılıbdı onu bizə bildirəcəkdir. Biraz yekəldaq indi bunu görək ki oxuya bilirik. خبر ابن یا حبر ابن معرکه شیر دلی عرصه میدان. خبر ابن olmaz. خبر بر معرکه شیر دلیر میدان عرصه میدان. شه عالی نسب میرزا محمد باقی ترخان. شه عالی نسب bu çox mühümdür. شه عالی نسب میرزا محمد باقی ترخان. میرزا محمد باقی ترخان. Bu çox önəmlidir. Yüzü xurşid tabandır. Özüdür xusrev خوبان. قدی سرو خرامان لبی دوری غنچه خندان. لبی غنچه خندان به اسم شاهزاده عالمیان محمد مسکین ترخان. محمد مسکین ترخان. Bu bunun adıdır. Turan şahı ola bilər. Turan T-vav kimi görsənir tavan, amma ola bilər Turan olsun, Turan. Tavan şahi ki dari حلم و تمکین. تو آن شاهی که داری حلم و تمکین. محمد یادگار میر مسکین. دماس min gım qaşının da yardır Çin. Bu Çin dör Çin kim yüzünün dür sureti Hüseyin. Şehidi memleket Sadd Mirza Seyyid Mirza Salih. سپهر غرور دولت ماه اوج چرخ نیلوفر. محمد صالح آن شاه فلک قدر بلند اختر. Özü şahu yüzü mahu sözü öz baş cevher. Gözü şehyarının yazı göngül olaguzi delir. به اسم شاهزاده زمان میرزا جان بابا ترخان. میرزا جان بابا ترخان. نکو روی ملک خوی که مهرش کرده در دل جا. بود مهر سپهر اوج عزت میرجان بابا. لبی لعلینین تبسم با ایندا ای gül بنی رعنا. لبی لعلینین تبسم باغیدا ey gül beni rəna. Açılğan gülka oxşayıbdır ki bulğanğunçədin peyda. Be ismi Mirza Cevher Tərxan. Mirza Cevher Tərxan. رسد یا رب به ملکی سرفرازی. محمد جوهر ترخان نما غازی. محمد جوهر ترخان غازisini de burada yazaq. به اسم میرزا پاینده محمد ترخان. میرزا پاینده محمد ترخان. پاینده محمد ترخان. خسروی ملک دل و کشورخان هست پاینده محمد ترخان. به اسم میر غالب بی ترخان. میر غالب
بیک ترخان مرا از جان بود شیرین و شیرین تر بود از جان محمد غالب ابن محمد صالح ترخان به اسم شاه بابا بی ترخان. شاه بابا بیک ترخان. Bunun da adını dedim. Məhəmməd Qalib ibn Məhəmməd Salih Tərxan به اسم شاه بابا بی ترخان. گل گلعذار خوبی نونهال جلشن دلها محمد شاه بابا بی ابن میرجان بابا. ذکر دعای دولت نواب و امراء تا فرزندان ارجمند دعاجویم به جان و جمله فرزندان و ارکانش به ابراهیم و زاهد بی تا روح سلیمانش. جهت خاتمه کتاب نساب نمونه yazıbdı. المنت لله که توفیق خدا به توفیق خدا آسان گردید عقبه ما در خطه سند گشت. این نسخه سندیده yazıbdı. در خطه سند گشت این نسخه تمام در عرصه شه عصر محمد عیسی. در عصر شه محمد در عصر شه عصر cennet Muhammed İsa. Burada qutardı. Tarixini də yazdıq. Ki dedi, üstə yazmışdıq. Bu kitabın haqqında bu kitab indi gəldik qutardıq dostlar. Məncə də çox önəmli bir kitab idi. Bunun 326 vərəqi varmış. Kitabın kitab 326 vərəqi varmış, vərəq. Yəni 662. Yox, 656. 52. 652 səfhəsi var imiş. Bu kitabın bu məcmusundan fəqət bizə 6 səfhə gəlib yetişibdir. Yəni 652 səfhədən bizə 6 səfhə kitab yetişibdir. 3 vərəq yetişibdir. Qalanı təəssüflə aradan gedibdir. Amma biz bu kitabın yazılma tarixini bildik və bir də bildik ki, bu neçə kitabdan ibarətdir. Yəni burada Mirzə Abdullah Kəşabinin kitabı qutarıb və burada da bunun özünün yazanın adını bilmədik amma. Ki bunu yazan kimdir? Tamam, bu qədər bizə bu gün yetişər. İnşallah ömür olsa bir ayrı gün, bir ayrı kitablarla tanış olarıq. Sağ olun, sağ qalın, görüşmək üzrə.